Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə çox dadlı, sarımsaqlı və sadə baton çörək hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 1 stəkan yarım ilıq su, 1 çay qaşığı droj, yəni maya, 1 çay qaşığı şəkər tozu. Bunları biraz qarışdırıram. Sonra az-az unu əlavə edirəm, qarışdırıram və 1 çay qaşığı duz. Sonra isə başlayıram əllə yoğurmağa və aparan qədər un əlavə edib yumşaq xəmir yoğururam. Xəmir axırda biraz əlinizə yapışır, onda da 1 xörək qaşığı duru yağ əlavə edib xəmiri yoğurursunuz. Və qoyuram xəmiri 1 saat, 2 saat isti yerdə üzərini də örtüb qoyuram, xəmir gəlməlidir. Baxın, xəmir artıq gəlib. İndi isə xəmiri çıxardıram və 2 hissəyə bölürəm xəmiri. Baxın, belə bir yumşaq xəmirdir. Un səpmişəm stola, xəmiri 2 hissəyə bölürəm. Və əllə belə gördüyünüz kimi biraz yayıram. Rulet formasında bükürəm. Və ikinci kündən də indi ilə eləyəcəm. Biraz üzərində un səpin. Yenə də indi ilə rulet kimi bükürəm. Və qoyuram 20 dəqiqə bu xəmirlər gəlsin. İndi isə içliyi hazırlayıram. 1 dəstə şüydü xırda-xırda doğrayıram. Üzərinə 2-3 diş sarımsağı rəndədən keçirdirəm və yaxud da əzmək də olar. Və 1 xörək qaşığı zeytun yağı və yaxud da duru yağ da əlavə eləmək olar. Bunları qarışdırıram. Xəmir baxın biraz da gəldi. İndi isə birinin içərisini belə açıram. Siz bunu hər ikisini sadə və yaxud da hər ikisini sarımsaqlı hazırlaya bilərsiniz. Və bayaq hazırladığım içliyi də qoyuram içərisinə. Qıraqlarına isə 1 yumurtanın sarısını çəkəcəm. Sadə baton çörəyin üzərinə isə belə kəskin bıçaqla belə cızıqlar qoyuram. 1 yumurtanın sarısını da çəkirəm üzərinə hər ikisinin. Və 180 dərəcədə qızdırılmış sobada qoyuram bişsin. Baxın, bişdi, çox dadlı alınır. Bişənə yaxın biraz pendir də rəndədən keçirtmişəm. Baxın, belə yumuşaq, çox dadlı çörək alınır. İndi kəsib sizə içini göstərəcəm. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.